Aha, bax bu hissəni sizlərlə paylaşacağım. Və gördüyünüz kimi ən çox üzərində dayanılası mövzular var. Yəni 4 sualın düşdüyü MS Word, MS Excel-dən 3 sual düşür və digər mövzular bizim üçün hamısı önəmlidir. Hamısı önəmlidir və bunlara aid də canlı yayımlarda çoxlu sayda suallar izah eləyəcəm, dərs izahları eləyəcəm. Yetər ki siz bir dənə nə edirsiniz? Bir dənə mən dediyimə qulaq asırsınız, ya da fərqi yoxdur. Yəni digər müəllimlərimizin sözünə qulaq asın. Əmin olun ki, burada çalışan müəllimlər hər biri sizlərə yardımçı olmaq üçündür və hazırda da tam-tamına 300 nəfər olduq. Artıq bundan sonra daxil olanlar deməli qoşula bilməyəcək. Onlar da inşallah növbəti Zoom dərsində deməli qarşı Ha, səsləri bağlayaq mümkün olduğu qədər. Deməli o zaman belə eləyək. Gəlin danışaq əvvəlcə. Nələri etmək lazımdır, nələri etmək lazım deyil. Mən bunu iki hissəyə böləcəm əvvəlcə. Birinci növbədə son 16 gündə nə edək? Baxın, bilirəm, hər biriniz çoxlu sayda beyninizdə suallar var. Hər gün deyirsiniz ki, biriniz deyirsiniz çatdıracağam. Əksər tələbələr deyir çatdırmayacağam. Bəzi tələbələr deyir müəllim nə edək? O qədər material var ki, o Telegram qrupu, bu WhatsApp qrupu, hərə bir şey atır. Biri deyir bu keçən ilin qəbuludur, biri deyir ümumiyyətlə qəbulla əlaqəsi yoxdur. Mən sizlərə birinci növbədə bunları etməyinizi tövsiyə edirəm. Və bir növü də belə deyək, tövsiyədən də bir balaca kobud formada deyim, bunları etsəniz çox əla olacaq. Əvvəlcə nə etməlisiniz? Bir, mövzuları ayırmalısınız. Bu nə deməkdir? Baxın, mövzular bəziləri qısa, bəziləri genişdir. Tutaq ki, say sistemləri. İllərdir qəbul imtahanına say sistemlərindən nələr düşür? Yəqin ki, bir çoxunuz qəbul suallarını işləmisiniz. Qəbul suallarından düşür ki, tutaq ki deyirəm, bu say sistemindən digər say sisteminə keçid. Cəmisi 3 dənə say sistemi var da bizim əsas keçəcəyimiz. 10-luqdur, 2-likdir, 16-lıqdır. Bu 3 dənə say sistemidir. Və hər il bu suallar demək olar ki, təkrarlanır, düzdürmü? O zaman say sistemi qısa mövzudur. Və yaxud da mənim texniki təminat orta mövzudur nisbətən. Bir də var Windows, Word. Səhifələrləndir. Bəzi Dimin kitabında elə Word-ün belə deyək, Word mövzusuna ayrılan səhifə sayı 150-200 səhifədir tək Word-ə ayrılan. O zaman birinci növbədə nə edirsiniz? Yaxşı bildiklərinizi, orta bildiyiniz və zəif bildiyiniz mövzuları ayırmalısınız. Bu niyə lazımdır? Əgər siz say sistemindən bütün sual tiplərini görmüsünüzsə, daha gedib o say sisteminin abituriyent sualını və yaxud da çox əcaib suallar olur. Yəqin ki, sizlər də görürsüz. Hər hansısa bir şəkil formasında ya vərəqdə yazılmış. İmtahanın 6 gün qalmış, bunları işləmək lazım deyil. Ona görə nə edirsiniz? Yaxşı bildiyiniz mövzuları ayırırsınız. Onları əsasən test formasında testlər işləyərək, mövzunun testlərini işləyərək yadda saxlamağa çalışın. Orta bildiklərinizi mütləq gücləndirin və zəif bildiyiniz mövzular. Baxın, mən hazırda 300 nəfər var. Əminəm ki, 300 nəfərin 90%-nin zəif bildiyi mövzular bax bunlardır. Windows əməliyyat sistemi, VBIS verilənlər bazasını idarə etmə sistemi, şəbəkə və əlbəttə ki, son informasiya təhlükəsizliyi. Yəni 300 nəfərdən bilmirəm təxminən neçə nəfər informasiya təhlükəsizliyi barəsində məlumat alıb. Bax, qeyd etdiyim mövzular, mənim qızıl üstülüyüm var idi, buna 4-cü də daxil oldu. Deməli, Windows idi, şəbəkə mövzusudur və bir də Access mövzusudur ki, mən həmişə deyirdim ki, əgər bir tələbə bu 3 mövzudan olan bütün suallara cavab versə imtahanda, mən əminəm ki, o 20-nin üzərində 100% toplayacaq. Çünki bunları bilən tələbə onsuz da Word-ü, yəni gözü yumulu yazacaq 4 dənə. Excel-in düsturlarını əzbər biləcək. Ona görə bu 3 mövzu dediyimi yenə deyirəm, ümumi danışıram. Bəlkə də bəzi tələbələrimiz bu 3 mövzunu digər mövzulardan daha yaxşı bilir. Sadəcə şəbəkə mövzusu olduqca dərin bir mövzudur deyə, çoxu termindir deyə yadda saxlamaq çətin olur. Deməli, ona görə nə edirik? Yaxşı bildiklərimizi, orta bildiyimizi, zəif bildiyimizi ayırd edib, buna görə yol ayırırıq özümüzə. Zəif bildiyiniz bu demək deyil. Bəzi tələbələr deyir müəllim, şəbəkə zəif bilirəm. Mən bundan imtina edirəm. Mənə 2 sual lazım deyil. Mənə 2 bal lazım deyil. Mən 23 də yaza bilərəm. Yox, elə eləmə. Sən şəbəkəni bir balaca oxu. Bəlkə asan sual saldılar. Ki asan sual saldılar çox var. Gəldin onu yazdın. Balda da 2 balda buradan götürdün. Mövzuları ayırdıq birinci növbədə bu. Gəldik test mərhələsinə. Bəzi tələbələrə baxıram, xüsusilə əyani dərslərdə biraz söhbət eləyirik. Deyirlər ki, müəllim, mən ancaq oxuyuram informatikadan. Deyirəm, lap yaxşı oxuyursan, bəs sonra deyir müəllim, heç nə oxuyuram da, testlər çox az işləyirəm. Əsas oxumaqda ki, mənim yadımda qalsın. Yox, suallar sizə test formasında. Bu universitetdəki şifahi və ya yazılı imtahan deyil. Universitetdə sizə versələr, deyərdim, hə, şifahi gəlib danışın. Amma burada suallar test formasındadır. Və bir balaca çox işləyəndən sonra az-çox biləcəksiniz ki, siz Word-dən nə tipdə suallar düşür. Çap məsələləri necə düşür? Sən çap məsələsini oxuyaraq necə öyrənə biləcəksən? O məsələləri həll etmək lazımdır. Ona görə nə edirsiniz? Gündə ən az 10 sınaq işləyirsiniz. 10 sınaq, onu da demirəm, say sistemi olsun. 10 sınaq ümumi sınaq olmalıdır.
və hər biri 25 sualdan qəbul tipli suallar işləyirsiniz, açıq suallar işləyirsiniz. 10 sınaq ən azı günə işləyirsiniz. Bu təxminən hər suala, hər sınağa siz 15-20 dəqiqə vaxt ayırsanız, yəni 10 vurulsun tutaq ki, 20-dən götürək 200 dəqiqə. Bu da sizin cəmisi 3 saatınızı alacaq. 3 saat çoxdur ki, müəllim. Əlbəttə çox deyil. Qəbul imtahanı 16 gün qalıb. Çoxumuzun da qəbul semestr imtahanları bitib. İşimizin adı nədir? Oxumaq. Deməli birinci nə oldu? 10 sınağı yazırıq, 250 sual gündə ən azı ümumi yazırıq. Bir neçə mövzu sınağı. Baxın, bu xüsusilə nə üçün yaxşıdır? Orta bildikləriniz mövzuların və yaxud da yaxşı bildiyiniz mövzuları, mövzu sınaqlarını işləmək daha yaxşıdır. Nəinki götürüb texniki təminatı başdan ayağa oxumaq. Ona görə yaxşı bildiyiniz mövzuları, mövzu sınaqlarını işləyə bilərsiniz. Bir mövzu və sonuncu, bir mövzunu bir neçə vəsaitdən işləmək, bax bunu eləməyin. Bunu eləməyin. Niyə görə deyirəm bunu? Deyir müəllim, mən say sistemini bilirəm, götürüb işləyirəm sizin kursun kitabından. Sonra gedirəm bir X kursunun kitabından işləyirəm. Sonra gedirəm başqa kursun kitabından işləyirəm say sistemi. Deyirəm də bu say sistemindən əl çək də bir sual düşür say sistemindən. Və ya texniki təminat. Texniki təminatı açır bizim kursu. Açdı bizim kursdakı kitabları, başqa kursun kitabları eyni suallar, başqa kursun kitabları eyni suallar. Da bildiyi də say sistemini, texniki təminatı bildin. Və burada şəbəkə deyir ki, məni də oxu, mənim də testlərim işlədə, düzdürmü? Ona görə bir mövzunu bir neçə vəsaitdən işləməyin son 16 gün ərzində. Hə, sentyabr ayında olardı. Sentyabr ayında mən sizə deyərdim ki, götürün say sistemini 5 kitabdan işləyin, heç bir ziyanı yoxdur. 16 gündə ancaq bu formada işləmək, yəni ancaq bir mövzunu bir neçə vəsaitdən işləmək sizə tövsiyə etmirəm. Bu hissədə də razılaşdıq. Biraz sonra chatdan gələn fikirləri də Röyəngiz xanıma deyəcəm oxusun və ya mən özüm də oxuyacam. Keçək növbəti hissəyə və sizdən bunları etməməyinizi xahiş edirəm və belə deyək, bir növ müəlliminiz olaraq tələb edirəm. Bunları etmə. Son gün, indidən danışıram, 16 gün inşallah sağlıq olsun, hər biriniz imtahanda iştirak edin. Son gün yeni mövzu öyrənmək. Gecdir. Gecdir. Bu qatar artıq gedib. Son gün yeni mövzu öyrənmək. Yox, müəllim, mən abituriyent vaxtı oxumuşdum, imtahana girdim, həmin sualı düz yazdım. Siz nə danışırsınız? Söhbət yeni mövzudan gedir. Yeni mövzu, yəni siz tutaq ki, saxlamısınız PowerPoint-u son günə, yeni mövzu olaraq öyrənib dərsə girəsiniz. Yəni bunun siz bu mövzudan düşən sualı yazmağınız %10%-dir. Ehtiyac yoxdur son gün yeni mövzu öyrənməyə. Gecə 3-ə qədər oxumaq. Müəllim, mən sentyabr ayından bura qədər yola vermişəm. İndi saat gecə 3-ə qədər oxuyuram ki, öyrənim. Sən gecə 3-ə qədər oxuyursan, amma o oxumaq deyil, o sadəcə sənin vicdanını sakitləşdirmək üçün bir yoldur. Belə kobud deyim. Deyir gecə 3-ə qədər oxuyuram, ayılıram saat 7-də oxuyuram, gündə 4 saat yatıram. Əmin ol ki, imtahana qədər sən çökəsən, bildiyin suallar da yaddan çıxacaq. Gündə minimum 7 saat yatın. Niyə görə? Çünki oxuduğunuz beyninizə daxil olmalıdır. O beyin onu həzm eləməlidir. Yoxsa ancaq saat 3-ə qədər oxudum. 3-ə qədər oxumaq da, yəni əminəm ki, orada əldə telefona gedir. TikTokda 5 dəqiqə fırlandıq, Instagramda 5 dəqiqə, 10 dəqiqədə sual işlədik. Ona görə heç belə deyək, nə deyirlər, türklər buna deyir, bizim dildə bilmirəm. Heç yəni belə agitasyon eləməyin ki, mən 3-ə qədər oxudum, ay nə bilim imtahana son 15 gün qalmış. Yəni ona görə belə şeylər eləməyinizə ehtiyac yoxdur. Normal 1-ə qədər oxuyun, 12-yə qədər oxuyun, gündəlik 7 saat yatın. Bu qədər bəsit. Oldu. Başqaları ilə özünü müqayisə ən çox tələbələrin etdiyi səhvlərdən biri. Ay müəllim, mən tutaq ki, Əliyəm, mənim qrup yoldaşım da Vəlidir. Müəllim, Vəli məndən az çalışır, məntiqi gedir çox yazır. Amma mən tutaq ki, deyirəm, daha çox çalışıram, məntiqi az yazıram. Bu normaldır. Niyə görə? Çünki məntiqi təfəkkür elə bir şeydir ki, hamımız da elə deyil. Mən əminəm ki, bu hazırda 300 nəfər arasında məntiqi məndən də yaxşı səviyyədə olanlar var. Amma imtahana geçsə mən onlardan demək olar ki, çox yazıram. Niyə? Çünki təcrübəliyəm ona görə. Yəni özünüzü başqası ilə müqayisə edəndə ya belə deyil, özünüzü yuxarıda görmüş olursunuz ki, bu sizi bir balaca ləngidəcək. Ha, mən yaxşıyam da müəllim. Mən tutaq ki, Vəlidən yaxşıyam, gəlib çox yazacağam ondan. Yox, sənin müqayisən özünlə olmalıdır ancaq. Hər gün növbəti ötən gündən daha yaxşı olmağın üçün çalışmalısan. Və yaxud da Əli gəldi, Vəli gəldi, 50 sualı tutaq ki, deyirəm 1 saat 20 dəqiqəyə yazdı, mən 1 saat 40 dəqiqəyə yazıram. Niyə görə 20 dəqiqə gecikirəm? Nə informatikada, nə məntiqdə bunu eləmək. Çünki hər birimizin belə deyək, bilik bacarığı fərqli-fərqli formalardadır. Onun məntiqi güclüdür səndən, sənin informatikan güclüdür. Adətən belə olur da, düzdürmü? Ona görə nə edirsiniz? Ona görə nə edirsiniz? Ona görə müqayisə etmirsiniz. Son 16 gündə bəli, informatikadan, bax bunu əminliklə sizə deyə bilərəm. İnformatikadan 16 gündə
ballarınızı qaldıra bilərsiniz. Yəni bunu əminliklə deyirəm. 10 dənə informatika yazmırsan, sən onu 18-ə qaldıra bilərsən. 15 dənə yazmırsan, sən onu 20-yə, bəlkə də daha çoxuna qaldıra bilərsən. Yetər ki, neynə? Yetər ki, çoxlu-çoxlu test elə. Test elə. Qəbula düşən bütün suallar demək olar ki, testlər üzərindən hansısa bir belə deyək ki, testin bir başqa formasıdır. Nadir hallarda fərqli suallar salırlar. Çox test işləmək lazımdır. Və müəllim bayaqları çatda da oxudum. Nə etmək lazımdır? Nə etmək lazımdır? Nə etmək lazımdır? Mən sizə indi edəcəyiniz, yəni əldə edəcəyiniz vəsaitlər göstərirəm. Birinci növbədə bizim informatika kitabımız var ki, çoxunuz əldə eləmisiniz, hətta PDF formasında əldə edənlər var ki, yarı hissəsi kitabdır, yəni yarı hissəsi nəzəriyyədir, yarı hissəsi test toplusudur və siz mövzu sınaqlarını buradan işləyə bilərsiniz. İnformatikada mövzu sınaqları işləmək üçün bizim kitabdan istifadə edə bilərsiniz. Magistrol Tədris Mərkəzinin informatika kitabıdır. Heç bir narahatçılıq əsası yoxdur. Müəllim, 16 gündə bəs eləyəcək, narahat olma. Bu kitabı işləyib 100-dən 25 yazan tələbə var. Yəni keçən ildə, o birisi ildə, inşallah bu ildə olacaq. Bəs müəllim, qısa-qısa qaydaları və ümumi sınaqları necə işləyə bilərəm? Bəli. Qısa-qısa qaydaları Əlil Əkbərzadənin müəllif olduğu 1000 qızıl qaydadan oxuya bilərsiniz. Ən vacib hissələri Əl müəllim orada qeyd edib 1000 qızıl qayda və ümumi sınaqları işləmək üçün magistr sahəsində bəli, müəllifi mən olsam da biraz belə deyək, təkəbbürdən uzaq olsa da, yəni yaxın olsa da deyəcəm, magistratura sahəsində həqiqətən də ümumi sınaqlar adlanan test toplusu bu kitabdan başqa yoxdur. 90 sınaq test toplusundan. O zaman nə edə bilərsiniz? Əldə edə bilərsiniz və ümumi sınaqları buradan işləyə bilərsiniz. Zaten əldə eləməyənlər ikinci turda təzədən gəlir əldə edir. Çünki birinci turda görürlər ki, suallar bu hissədən çox düşür. Ona görə də ikinci turda gəlib əldə edirlər və mən də sizlərə tövsiyə edə bilərəm. Həqiqətən də deyirəm, əgər daha yaxşı vəsait varsa, yəni ümumi sınaq barəsində. Çünki mən yəni bu kitabı yazarkən, test toplusunu hazırlayarkən çoxlu sayda baxdım. Dedim bəlkə bu sahədə, magistratura sahəsində sınaq toplusu var, bəlkə buna ehtiyac yoxdur və həqiqətən də gördüm ki, belə bir şey yoxdur. Ona görə mən bunu hazırladım. Hətta Dövlət İmtahan Mərkəzinin belə deyək, başlığı altında da çıxacaqdı. Sonradan bəzi problemlər oldu. Bu problemlərə görə, yəni Dövlət İmtahan Mərkəzi başlığı altında çıxmadı, elə kursumuzun kitabı olaraq satışa çıxdı. Və belə, mən də demişəm ki, heç bir mövzu oxumadan, informatikadan 90 sınağı işləsəniz və o sualları özünüz öyrənsəniz, əmin olun ki, minimum 15 dənə var. Hələ oxumayaraq deyirəm, ha, kimsə oxuyursa, Allah nə verdiysə, oradan da bal götürsə 15-in üzərinə qoyar və deməli yazar. Bu kitabı əldə etmək üçün nə edirsiniz? Elmlər filialımız, deməli Nərimanov filialımız və 28 may filialımıza yaxınlaşırsınız, əldə edirsiniz. Qiymətlər də 2 kitab bir yerdə deməli sizlərə endirimli qiymətlərlə təklif olunacaq. Bəli, Röyəngiz xanım da sifariş üçün hazırda nömrəni qeyd eləmiş oldu. Elə löv ekranda qalsın bu. İndi isə Röyəngiz xanım suallara keçə bilərik. Mən bayağı danışdım. Biraz da qəşəng bu gün enerjim var. Bəli, 299 çox yaxşı dəfə danışdınız həqiqətən. təşəkkür edirəm. Maarifləndirici danışdınız. Magistra hazırlaşan və imtahan verən bir tələbə olsaydım, dediklərinizi qulağıma sırğa eləyərdim. Deməli, burada suallar var əslində, çat Bəli, bölməsində mən görürəm. bəli, Tələbələrdən də xahiş edirəm ki, daha çox magistr üçün. Burada dövlət qulluğu üçün də suallar var, amma bizim seminarımızın bəli. məqsədi imtahana az qalıb və magistr üçündür. Kim əgər sual vermək istəyirsə, səsini açıb sırayla hər kəs sualını ünvanlaya bilər. Salam, hər vaxtınız xeyir olsun. Salamlar, hər vaxtınız xeyir olsun. Əmrah müəllim, mən sizin əvvəldən tələbəniz olmuşam, hətta daxil də olmuşam, hətta sizə məsləhət almışam. Mən daha əvvəlin tələbəsiyəm, yəni illərin. Mənim oğlum magistrat, daha doğrusu bakalavra hazırlaşır. Yəni Bəli. o dərəcədə yine yaş qrupunu. Artıq yəni qərar vermişəm hansı səmti seçməliyəm. Sadəcə olaraq sizin videolara baxıram, çox sağ olun, çox ətraflı, həmişə yararlanmışam. Hətta kursun tələbəsi də olmuşam zamanında. Kitablarınız da məndə var. 90 sınaq kitabı ilə bağlı maraqlanırdım. O kitabın daxilində sualların izahları varmı? Məsələn, mən deyim ki, onu aldım. Qarşıma çıxacaq tapşırıq. Mən onu eləyə bilməsəm, onun izahını hansı istiqaməti verə bilərsiniz ki? Yəni orada varsa, lap yaxşı, yoxsa mən onu necə öz belə deyək də şəxsi hazırlaşanda necə edə bilərəm? Belə deyim, 90 sınaq kitabında olan sınaqların hər biri qəbul imtahanına tiplidir deyə siz bunların cavabını kitablardan istifadə edib tapa bilərsiniz. Necə hər bir kursun və yaxud da ümumiyyətlə testlərin cavabları kitablarda olursa,
yəni nəzəri olaraq olursa, həmin hissəni açaraq tutaq ki, deyirəm 90 sınaqdan məsələn say sisteminə aid bir sual var. Siz həmin o say sistemi sualını bilmirsinizsə, doğru cavablar var yeri gəlmişkən. Kitabın arxasında sınaq 1, sınaq 2 hamısının doğru cavabı var. Siz əgər onu bilmirsinizsə, açırsınız say sisteminə, məsələn, sual belədir ki, 2-likdən 10-luğa çevir. Kitaba baxırsınız ki, hə, 2-likdən 10-luğa keçirmək bu cür olur. Bax, bu cür oxuya bilərsiniz. Ayrıca hər birinin izahı olsa, o zaman gərək kitab hardasa bir 600-700 səhifə olar. Məncə bu heç də əlverişli olmaz. Yəni ayrı-ayrı izahlar yoxdur. Ümumiyyətlə sizə belə deyim ki, bəzi sınaqların izahı paylaşılacaq. Bəzi çətin gələn sınaqların izahı Magistrol Tədris Mərkəzinin kanalında paylaşılacaq. Amma ümumi, yəni bəli, son olaraq deyim ki, hər bir sınağın izahı yazılı formada yoxdur. Oldu, təşəkkür edirəm. Buyurun. Buyurun. Salam, Salam, müəllim. axşamınız xeyir. Salam, axşamınız xeyir. Buyurun. Sual verə bilərəm? Buyurun, Mümkün Fatimə xanım, buyurun. İlk öncə salam, axşamınız xeyir olsun müəllim. Buyurun. İnformatika üzrə məlumat verdiniz çox sağ olun. Bəs məntiq üzrə son 16 gün qalıb və bəzi məsələn işləyənlər var da, mən özüm işləmişəm, işləyirəm də hal-hazırda. Çatdırmadığım mövzular var. Bəli. İndi mən narahatam ki, bu imtahanı necə ola bilər? 16 gün qalıb, bəzi mövzular var da. İndi o ilə bağlı bir tövsiyəniz, məsləhətiniz nə olardı? Mən bu Zoom dərsi bitəndən sonra istəyirəm ki, elə bax sizlərdən gələn suallardan ilhamlanaraq bir ayrı video çəkim. Elə bu videonda ya məntiq üzərindən çəkərəm, ya da ümumi məntiqdən nələr etsəniz son 16 gündə daha yaxşı olar. Ona çox möhtəşəm sualdır. Suala görə ilk öncə təşəkkürlər. Niyə görə? Çünki məntiq 50 bal verir və imtahanda sizin vaxtınızı aparacaq bildiyiniz kimi suallar məntiqdən düşən suallardır. Ona görə yəni çox yaxşı sual oldu. Bunun barəsində danışsam çox geniş danışacağam. İnformatikanın haqqına girmiş olacağıq. Amma ən azından bunu deyim ki, çalışın məntiqdən də ümumi suallar işləyin və işləmədiyiniz sualların izahına baxmayın. Yəni əgər bir sualı işləmisinizsə, yaza bilməmisinizsə, onun izahına baxın. Yox, ümumiyyətlə mən ancaq videoya baxıb 30-dan yuxarı yazacağam. Ancaq videoya baxıb 30-dan yuxarı yığan indiyə qədər olmayıb. 30 da maksimum deyirəm ha. Ona görə nə edə bilərsiniz? Çalışın sualları işləyin, ondan sonra onun izahına baxın. Və ya canlı yayımlardasınız. Sualı dayandırın, sualın izahını özünüz tapın sonra. Bu biraz yorucudur bilirəm, amma nə edək ki, məntiq də belə bir fəndir. Yəni mən həmişə deyirəm ki, uşaqlar məntiqdən, yəni tələbələr məntiqdən deyirlər ki, məntiq təkrar düşür. Mən deyirəm ki, məntiq illərlə də təkrar düşsə, heç vaxt məntiqi olmayan, məntiqi sualları işləməyən tələbə gedib orada 35-dən yuxarı yığa bilməyəcək. Yəni bütün qəbulları işləsə tələbə, bütün sualları idrak edərsə, onda bir yerə gəlib çıxacaq. Yoxsa ancaq izaha baxım, gedim məntiqdən 35 yığım, yox bu informatika deyil. Məntiq biraz tamam ayrı sahədir. Bunun barəsində də təşəkkürlər özüm də qeyd edəcəm. Video çəkəcəm ki, elə son 15, yəqin ki, sabah çəkərəm. Son 15 və ya 16 gündə məntiqdən nələr etmək lazımdır. Çox sağ olun müəllim, sağ olun. Siz sağ olun. Salam, axşamınız xeyir. Sualımı ünvanlaya bilərəm. Buyurun, buyurun. Adınızı qeyd edin, zəhmət olmasın. Adım Tehrandır bu arada. Buyurun, buyurun Tehran. Deməli, mən çox oxuyuram. Bəli. İnformatikanı dayanmadan oxuyuram da. Özüm də 3-cü qrup olmuşam deyə, lakin əzbərçi 3-cü qrup deyiləm də. Ancaq oxuyuram, amma test işləməyə heç səbrim çatmır. Qətiyyən o testlərdən xəbərim yoxdur. Elə kursda işlədiyim sınaqlar nədirsə, odur, heç yalan deməyəcəm. İndi də fikirləşirəm ki, bu müddət ərzində 15-16 gündə bir mövzunu oxuyum, oxuyandan sonra amma testini işləyim. Sizcə bu effektiv olar? Tehran xanım, belə deyim, Çox ilk sağ öncə olun. dediniz ki, siz sağ olun sual üçün. Belə dediniz ki, mövzuları öyrənirsiniz, testləri işləmirsiniz. Mən bunu bir belə deyək, nümunə ilə deyim. Elə bilin ki, siz hər hansısa bir maşın sürən, yəni sürücünün yanında oturmusunuz və ancaq onun hərəkətlərinə baxmısınız. Amma siz heç vaxt maşını özünüz sürə bilməyəcəksiniz. Niyə? Çünki siz nəzəri olaraq hər şeyi bilirsiniz, amma o maşını sürmək üçün nə etməlisiniz? Rol tutmalısınız. Pedalın həssasiyyəti deyək də, ona fikir verməlisiniz. Bax, test işləmək belə bir şeydir. Bütün kitabı əzbərə bilsəniz belə, o testi hiss eləmək üçün gərək siz o testi işləyəsiniz. Qaldı ki, test işləmə məsələsində. Mən elə sabahdan yox, bugündən sizə tövsiyə edirəm ki, əgər həqiqətən də səbriniz çatırsa, yəni dediyiniz mövzuları oxumağa səbrim çatır, test işləməyə də səbriniz çatmalıdır. Yəni o söz var, deyir ki, həmişə sevdiyimiz işi görməyəcəyik. Bəzən də gördüyümüz işi sevməliyik. Yəni artıq sınaq işləməyə də çalışın. Sevəsiz, yəni mütləq sınaqlar, suallar işləməlisiniz. Ancaq sual oxuyub getmək, əmin olun ki, yəni bu sizə bir balaca çatışmazlıq olacaq və orada problem yaşayasınız. Ona görə çalışın, mütləq sınaq işləyin, mütləq. Yəni günü bu gün elə işləmək lazımdır. İndiyə qədər eləməmisinizsə nə də eybi yox. Yəni əslində gərək eləyərdiniz.
Amma bu gündən sonra 15 gün ərzində mütləq çoxlu suallar işləyin və özünüzə hədəf qoyun. 1000 sual, 1200 sual, 1200 sual fərqi yoxdur. Bir limit qoyun. Hər gün gündəlik olaraq işləyin və ümumilikdə o qədər sual işləyin. Yəni mütləq test işləyin. Əsas məsələ çünki test informatikada. Çox sağ olun, Olar bir təşəkkür. sual. Axşamınız xeyir Olar bir olsun. sual da mən verim. Əvvəlcə xanım versin, sonra bəyimiz Real bəy deyəsən sual verəcək. Əvvəlcə xanım Təşəkkürlər. versin. Royal bəy də təşəkkürlər. Mənim sizə təşəkkürlər. Buyurun. Mən belə deyim də, mən ilk başlayanda sentyabr ayında ümumiyyətlə mənim ən çox oxuduğum fən informatikadır. Ən çox da Bəli. informatikadan belə deyim də güvənim ona idi. Amma belə deyim də, sınaqlara gedirəm. Bu arada magistr olan tələbəsiyəm, onlayn tələbəsi. Hər Bəli. dəfə də sizi görüb belə salamlaşıram mənim. Deməli, əyani sınavlara gəlirəm. Mənim elə bil ki, məndə informatikanın bax testlərdə işləyirəm. Yəni problem yoxdur da. Düzdür, səhvim çıxa bilər, amma işləyirəm. Amma məndə sizin də belə deyim kitabınız var, onu da yazıram. Amma 11-dən o tərəfə qalxmır. Yəni hər sınaq 11. O səhv elədiyim suallara da baxıram. Onun da cavabını tapıram. Yeni mövzulara da çalışdığım qədər. Çünki bir 4-5 mövzum var, bilmirəm. Onu da bu gündən başlamışam işləməyə, kompüter şəbəkələri falan. Sadəcə 11-dən qalxmır. Yəni necə eləyim 11-dən qalxsın? Belə. Birinci Bu arada növbədə mövzularda, sınavlarda da işləyirəm. əla. Birinci növbədə hiss edirəm ki, siz 11 ədədini beyninizdə bir ədəd olaraq elə bir sərhəd qoymusunuz və o sərhəddən aşa bilmədiyiniz üçün üzülürsünüz. Birinci nə Hə, edin? 11-i yaddan çıxardırıq. 11 tamam. yaddan çıxdı. Niyə görə? Çünki siz bilirəm ki, 14-15 yazanda sevinəcəksiniz. Mən isə Hə. deyirəm 14-15 yazan tələbə imtahandan sonra dalaşıram ki, cəmaət 20 yazıb. Təbii ki, müqayisə eləmirəm. Ona görə nə edəcəksiniz? Bax, Aha. o dediyim yəqin ki, kurs tələbəsisə 90 sınav Bəli. kitabını yəni əldə eləmisiniz. Varım Bilirsiniz, bilərim deyəsən, dedim. İndi mən sizə deyim, siz bunu yəni özünüz görəcəksiniz. Aha. İmtahana qədər hamısını çatdıra bilsəz, hamısını işləyirsiniz. Çatdıra bilməsəz 60-a qədər işləyin. O zaman gəlin görün. O dediyiniz ədədlər demək istəmirəm, lap da təsir etməsin. Görün daha çoxunu yazasınızmı, yoxsa yazmayasınızmı? Yaxşı bir şəkildə işləyib orada sınaqların axırında qeydlər var. Öz bilmədiyiniz qeydləri ora aparıb Yazıram mənim. əmin olun ki, 50-ci, 60-cıdan sonra öz nəticəsini verəcək. Bir dənə də nümunə deyim buna. Belə bir 99 dərəcəyə qədər su qaynamır, düzdürmü? Su normal haldır. Amma 100-cü dərəcədə 100 dərəcəyə gələndə su artıq buxar halına keçir. Deyəcəksiniz ki, müəllim, bu nə? Əlbəttə ki, o deməkdir ki, siz işləyəcəksiniz, 30-da nəticə olmayacaq, 31-də, 32-də nə? Bir də görəsiniz 50-cidə artıq suallar sizə necə tanış gəlir. Yəni deyirsiniz, ha bu elə qəbul suallarıdır da. Bu qəbula da belə düşür. Suallar təkrarlanır. Ona görə qətiyyən belə deyək, vaz keçməyin, işləyin. Nə qədər çox işləsəz, bir o qədər nəticəni daha çox görmüş olacaqsınız. Yəni əmin olun ki, o dediyiniz ədəddən daha yüksək nəticə göstərəcəksiniz. İnşallah. Yəni o Çox sağ çox olun. azdır. Yəni siz sağ olun. O çox azdır. Yəni Eynən. bunu Bizim zəhmətimin heç cür qarşılığı deyildi. O deyirlər, zəhmətin qarşılığı, yəni qətiyyən deyil də o. siz narahat olmayın. Zəhmətin qarşılığını inşallah fevral ayının 15-də İnşallah. görəcəksiniz. Çox sağ Hazırdakı olun. qarşılığı olmaya bilər, amma hələ bu son deyil. Hələ bizim 15 günümüz var. 16 gün. Təşəkkür Müəllim, edirəm. mən rəssam olar. Bayaqdandır giriş eləyirəm, sonra kimsə. Royal bəy sualını ünvanlasın çünki sıra ondaydı, sonra sıra sizə olar. Lütfən görmürəm. Salamlar, vaxtınız xeyir olsun. Əmrah müəllim. Salam, Mən salam. daima videolarınıza baxıram həmişə. Sizin sayənizdə də magistra qəbul oldum, magistri bitirmişəm. Bir də mövzudan kənar sual verim. Buyurun. Dövlət qulluğuna informatika asanmı düşür, yoxsa çətinmi? Magistratura proqramı ilə demək olar ki, eyni səviyyədə düşür. Orta səviyyə deyim. Nə çətin düşür, nə asan düşür. Belə deyim də, suallar əsasən hardan düşür? Yenilik varmı nəsə proqramda, yoxsa? Hər hansısa bir yenilik yoxdur. Bunun üçün bir dənə Google-a yazırsınız ki, Dövlət Qulluğu İnformatika. Orada proqram var, orada ədəbiyyat siyahısı göstərilir. Ya da mənə sosial şəbəkələrin birində yazarsınız, mən sizə linkini ataram, oradan baxarsınız. Ədəbiyyat siyahısına da, proqramlara da, mövzulara da. Çox sağ olun müəllim, təşəkkür edirəm. Buyurun. Olar müəllim, indi mən Olar, vereyim. buyurun. Adınızı deyərsiniz, zəhmət olmasa görünmür məndə. Türkəm. Aha, Türkan xanım, buyurun. Mən bayaqdandır onu fikir verirəm ki, heç kim vermir. Mənim ən çox qorxduğum tablardır. Bir də şəkil formasında düşür. Hı -hı. Onlar bu aksesdə tablar düşmə ehtimalı var, yoxsa ancaq o cədvəl kimi düşür? Bir də nəzəri. Belə deyim, mən bu gün Dövlət İmtahan Mərkəzinin əməkdaşlıq və yaxud bir filialı kimi deyək, OTK-nın sınağına baxdım. Düzdür, OTK Dövlət İmtahan Mərkəzi tam deyil, amma Dövlət İmtahan Mərkəzinin müəllimləri tərəfindən hazırlanır. Orada aksesə aid tablarına aid bir sual gördüm ki, aksesin tablarına aid deyil. Amma indiyə qədər olan qəbul imtahanında aksesin tablarından sual düşməyib. Ümumiyyətlə, tablardan sual düşür iki yerdən. Word-un tablarından, bir də PowerPoint-in tablarından, keflərinə düşəndə bəzən Excel-in tablarından da, xüsusilə Home və View tablarından da sual sala bilirlər.
Amma Aksesin tablarından indiyə qədər qəbul imtahanında hər hansısa bir sual görməmişəm. Ən azından bunu deyim sizə. Aksesin tablarını dənə-dənə içərisini öyrənməyə ehtiyac yoxdur. Nə tablar var, onların adını bilsəniz, sən home tabı var, tutaq create tabı var. Bunları heç olmasa öyrənsəniz sizə bəs eləyər. Amma Word-lə, PowerPoint-ün tablarının içərisini, qruplarını, əmrlərini öyrənin. Bir də elə hazırda 278 nəfər oldu deyim. Sırf Word-a aid bildiyim çətinlik çəkdiyiniz üçün, bunu keçən dəfəki videomda dedim. Word-a aid 160 yenilənmiş sual var. Orada şəkil sualları da, test sualları da hazırlamışam. Tezliklə canlı yayımda o da olacaq və inanıram ki, o canlı yayımdan sonra, o 160 sualın izahından sonra sizin Word-a aid heç bir sualınız qalmayacaq. Mən bir də elə onu deyəsiydim. 160 sual sırf Word-la bağlı sizin YouTube-da var idi. Ona baxmışdım. Oradakı şəkil olan sualları, onları elə sadəcə əzbərləsəm, onlardan düşmə ola bilər görəsən, yoxsa kənar sual Onlardan, indi onları mən yeniləyəcəm, yəni canlı yayım üçün. Amma deyim ki, elə bütün tablar orada var. Bütün əmrlər orada var. Onları öyrənsəz, bəli, onsuz da oradan biri düşəcək. Mən ancaq testin üstündə Sual eləyə bilərəm. sual verək. Ə, Müəllim olar. yəni o canlı yayımda olacaq. Bəli, bəli, buyurun. Sual verin. Sağ olun. Axşamınız xeyir. Axşamınız Axşamınız xeyir. xeyir Əmrəli müəllim. Təşəkkür edirik bu canlı yayım üçün bizə hər tərəfli məlumat verdiyiniz üçün müəllim. Bu ikinci cəhd mən ikinci cəhd üçün hazırlaşıram. Qısa müddətdə mən hazırlaşa bilərəmmi? Bir də ki deyirlər ikinci cəhdin sualları çətin olur birinci cəhddən. Ən böyük şayiələrdən. Davam edirsiniz yoxsa mən? Xeyr, bəli. Elə. Tamam. Təşəkkürlər Sağ sual olun. üçün. Ən çox yayılmış şayiələrdən biri budur. Birinci cəhd asan olacaq, ikinci çətin. Birinci cəhd çətin olur, ikinci asan. Qətiyyən belə məlumatlara inanmayın. Niyə görə? Çünki çətin və asan olmalı. Bu artıq, belə deyim, sualı tərtib edənlərdən asılıdır və çətin asan olmağı nəyə görədir? Məsələn, mətnin məntiq dəhlindən bir çətin sual salarlar və o bütün tələbələrin vaxtını aparar. İmtahan çətin olar, belə ad verərik. Və yaxud informatikadan 4-5 dənə riyazi məsələ verər, çətin olar, o zaman imtahan çətin deyirik. Yəni qətiyyən belə bir şey yoxdur və Dövlət İmtahan Mərkəzi heç birinci turun nəticələrinə belə fikir vermir ikinci cəhd imtahanında. Normal səviyyədə 4 imtahandır ki, 2023-dən bəri olan 4 imtahandır ki, normal səviyyədə suallar düşür. Normal dediyim nədir? Yəni tələbə proqramın 50%-ni bilsə, özünə lazım olan balı demək olar ki, toplaya biləcək. İkinci tura yəqin ki 2 ay vaxtınız olacaq. Yəni aprel ayının sonu, may ayının əvvəlində olacaq. İxtisasdan asılı olaraq, yəni mən sizə belə deyim də, var hüquqdakı oxuyanlar, məsələn 2 ay ərzində onların 85-86 yığmağı sıfırdan biraz çətin məsələdir. Amma indi sizin ixtisasınız, bir dənə ixtisasınız nəqliyyat Yerüstü nəqliyyat, bəli. çox rahatlıqla 2 ay ərzində hazırlaşıb sizə lazım olan balı toplayıb pulsuza da daxil ola bilərsiniz. Təşəkkür edirəm müəllim. Elə bil ki daxil olmuşam. Çox sağ İnşallah. olun. Sual İnşallah. versəm olar. Sağ olun. Siz sağ olun. Buyurun, eşidirəm sualları. Axşamınız müəllim. Bu printer məsələləri mənim ən çox qarşıma çıxıb. Demək olar ki, keçən ilin qəbulunda, 2025 qəbulunda çox gördüm. Ən çox çətinimə gələn sual demək olar printer məsələləridir. Bir bu şəkil məsələləri var hansı ki, onlarla bağlı məlumat verə bilərsiniz? Şəkil dedikdə yəni tablarla bağlı yoxsa? Tablarla bağlı, bəli. Çap məsələlərinə aid əslində mənim 3 dənə videom vardı. Yəqin ki, o videolar çoxdandır deyə YouTube sizin qarşınıza çıxarmır. Özümdə qeyd elədim, çap məsələlərinə aid hər bir tipdə sual hazırlayıb, bunları sizə ayrıca çap məsələləri başlığı altında paylaşacağam. O videoya baxsanız hər cürəsini görəcəksiniz, aradan qaldıra bilərsiniz. Amma istəyirsinizsə Şəkil məsələləri ilə bağlı özüm demək olar gündəlik kompüterdən istifadə edirəm də, işləyirəm deyə. Bütün günü Word, Excel qarşımdadır. Amma imtahana gələndən onları xatırlaya bilmirəm ki, bu mənim qarşımda olub da mən bunu necə yaza bilmirəm axı. Biz məsələn, burada məsələ diqqət məsələsidir. Çünki məsələn belə bir şey deyim də, mən də gündəlik praktik olaraq məsələn Access-dən istifadə edirəm və ya digər belə deyim magistraturada olmayan proqramlar istifadə edirəm. Amma mənə desəz ki, Photoshopda tutaq ki, bu tabda filan əmr hansıdır, mən o əmrin funksiyasını bilirəm, adını yadda saxlamamışam. Yəni sizdə də çox güman belədir. Praktik istifadə etsəniz də ola bilsin ki, yetəri diqqət ayırmamısınız. Amma imtahanda təbii ki, diqqət ayırmalıyıq ki, biz bilək ki, tutaq ki, mübadilə buferi qrupunda əmrlər bunlardır. Yəni məsələ budur. Ona görə yəni sizlik bir şey yoxdur, sadəcə diqqət məsələsidir. Praktika ayrıdır, onu nəzəri olaraq öyrənmək ayrıdır.
Onu da yenə deyirəm, yəni çoxlu oxuyaraq və test işləyərək aradan qaldıra bilərsiniz. Yəni mən də mümkün olduğu qədər kömək edəcəm sizə. Oldu müəllim, çox sağ olun. Siz sağ olun. Salam müəllim. Salam müəllim. Salam, salam. Buyurun. Salam. Müəllim sual vermək olar. Buyurun, siz verin, sonra digər yoldaşlarınız versin. Adım Nuraydır. Bu arada axşamınız xeyir olsun. Təmiz buyurun. Çox sağ olun bu necə deyim bilgilərinizi bizə ötürdüyünüz üçün. Müəllim bir sual verəcəm. Belə deyim də, imtahanda vaxtı necə bölək ki, mən məsələn sınaqda da bir də keçən ilin imtahanında da oldum və orada məntiqdən demək olar ki 5 sualım axıra qalır. Demək olar ki onu atıram. Necə bölək ki, bölüm ki daha doğrusu həm digərlərini də çatdırmağa, yazmağa vaxtım olsun, həm də məntiqdən 5 sualım qalmasın. Belə deyim, hər kəsin yaxşı öyrəndiyi fənlər ayrıdır. Bəzi tələbələrimiz məntiqi daha yaxşıdır, informatikası nisbətən ondan aşağıdır və ya bəzilərinin informatikası yaxşı, məntiqi demək biraz güclüdür. Məsələn, bunun üçün mən ümumi bir şey deyim. Bu hər kəsə aid deyil dediyim. Ümumi deyirəm ki, vaxt bölgüsü məsələsində ən aşağısı 30 dəqiqənizi kodlaşdırmaya ayırın. Və yaxud da belə deyim, əgər siz suala baxmayıb birbaşa köçürəcəksinizsə 20 dəqiqə də bəs eləyər kodlaşdırmaya. 1 saat 30 dəqiqə, 1 saat 40 dəqiqə, ən aşağısı 30 dəqiqə deyə, 1 saat 30 dəqiqə ən aşağı məntiqə getməlidir. 25 dəqiqə informatikaya, bir balaca 10 dəqiqədə çox xarici dilə. Orta hesabla deydim mən bunlar əlbəttə ki, orada rəqəmlər dəyişə bilər. İmtahanda ən vacib məsələ vaxt məsələsidir və sizə belə bir tövsiyə edə bilərəm. Sizin ən çox vaxtınızı aparan məntiq olacaq. Çalışın ev tapşırığı kimi sualları işləməyin. Ev tapşırığını belə işləyirik də, birinci sual, ikinci sual. Sualları seçin. Əgər sizin riyazi bacarıqlarınız, riyazi məsələlərin yaralı yerdə, ona görə bunu deyirəm. Riyazi məsələləriniz zəifdirsə bu mövzuda, siz riyazi suallarla orada güləşməyin, ehtiyacınız yoxdur. Şəkili işləyin, analogiyanı işləyin, mətnin məntiqi təhlili işləyin. Yəni riyazi sual 3-4 dənə düşür də. 47-46 da yaza bilərsiniz. O zaman niyə o suallarda edirik ki? Ona görə nə edirsiniz? Hansı fəndən başlamağınızı tövsiyə edirəm. İngilis dilinə, listeninqdən qulaq asdınız. Ondan sonra açırsınız. Məntiqin və ya informatikanın ortabab suallarını işləyirsiniz. Çətin suallara birbaşa girişməyin. Çətin suallar adətən 50 dənəsinə baxmışam müəllim. İşarə qoymuşam. Bu çətin sualdır. Sənə baxacam axırda, vaxtım qalsa. Şəkillərdir, analogiyalardır ondan sonra. Ədədi ardıcıllıq rahat düşür. Qeyri-aşkardan qorxmayın, rahat düşür. Bunları işləyin və mütləq açıq suallara da baxın. Çünki tələbələrin əksər vaxtı, bilmirəm siz indi dediniz 5 sual, sondakı 5 sualı nəzərdə tutursunuz yoxsa ümumi 5 sual. Hər halda sondakı 5 sualdan yaza biləcəyiniz ola bilər də. Ona görə nə edirsiniz? Elə eləyin ki, bir dəfə 50 sualın hamısına baxa biləsiniz. Yəni deyirsiniz ki, mətni məntiqi təhlil böyük düşüb, saxlayın işləyərsiniz. Yəni sualları seçib yazın. Ev tapşırığı kimi birdən başlayıb, dənədən işləməyin. O sizə çox daha faydalı olmaz. Bəli, buyurun. Elə müəllim sondakı 5 sualı, məsələn 1-ə B, C, məsələn 2-yə A, elə sualları çoxsunu saxlayıram. Bir də ki, ən çox vaxt aparan məntiqdə bu mətin tipli sual olur. Biraz onlara görə vaxt gedir. Bəli. İmtahanda da əmin olun ki, yenə deyirəm, yəni hamı buna qulaq assın, yəni artıq ümumi danışıram. İmtahanda da mətnin məntiq təhlili kifayət qədər böyük həcmdə düşür. Bunu sizi qorxutmaq üçün demirəm, illərdir belədir. Yəni düşünməyin ki, imtahana gedəndə qısa mətn görəsiniz. Blok mətnləri 3 sualdan ibarət olan mətnlər. Əksər vaxtı çətin deməyim də, yəni uzun düşür. Buna hazırlıqlı olun. Yəni bilin ki, siz bunu belə deyim, bu sualla qarşılaşacaqsınız. Orada müəyyən bir vaxt itkisi olacaq. Bu da çox normaldır. Yəni sualı zaten oxumaq 1 dəqiqədir. 3 sual olduğu üçün onu həll eləsəniz, məsələn 3 sualı siz 9 dəqiqədə, o mətni 9 dəqiqədə həll eləsəz əla nəticədir. Çünki hər sualı 3 dəqiqə gedəcək. Bu normaldır. Çətin suala 3 dəqiqə normaldır. Analogiya da var ki, o 20 saniyə yazacaqsınız. Yəni ona görə onlardan qorxmayın. Əksinə, yaxşı bir formada hazırlaşın, onlarda yazarsınız mətnləri. Salam müəllim. Tamam, sual verə bilərik. Mən sual verə bilərəm. Buyurun, əvvəlcə deyin, problem yoxdur, sonra bəy sualını verir. Buyurun. Müəllim, bu arada hər vaxtınız xeyir. Mən keçən il də imtahanda olmuşam və problemim tablardır, bir də əmrlərdir. Müəllim, tabları bilirəm, əmrləri ancaq mən oxuya bilmirəm. Necə deyim, ya izahlara baxıram, ya testlə işləyirəm. Biraz risk eləyirəm sanki. Müəllim, olarmı ki, oxuyum, ancaq testlərlə onu gəlişdirim də. Yəni, amma yaza bilirəm, düzdür, 5 sualdan 3-ün 2-sini düz yazıram.
amma oxuya bilmirəm. Səbrim yoxdur əmrlərə. Mən sizə belə bir şey deyim. Testləri qoyursunuz qarşınıza. Mhm. Kompüteriniz yəqin ki var evdə. Bəli, praktik edirəm. Kompüteri qoyursunuz qarşınıza, testləri qoyursunuz qarşınıza. Kitabı da nəzər hissəsini kənara qoyursunuz. O ehtiyacınız yoxdur. Testləri bir-bir işləyirsiniz. Hansı suallar səhv oldusa, həmin sualları açırsınız kompüterdə baxırsınız bir-bir. Qrupuna baxırsınız, tabına baxırsınız, əmrin adına baxırsınız. Bir dənə də imkan olsa praktik edirsiniz onu kompüterdə, bununla da bitir. Yəni oxuyaraq artıq əldə edə bilmirsinizsə bir şey, kompüterdə baxın, o formada test işləyin. Yəni işləyin, səhv çıxanları yoxlayın getsin. Oldu, mənim çox sağ ol. Bunu soruşacaqdım ki, yəni risk eləmirəm də. Əsas Xeyr, heç bir riski yoxdur. Ümumiyyətlə nəsə eləyirsinizsə bunun mütləq risk payı var, amma yəni bu mövzuda risk eləmirsiniz. Nəsə eləyirsinizsə bu müsbət bir şeydir. Çox sağ olun, müəllim. Tamam, sual verə bilərəm. Axşam xeyir. Axşamınız xeyir. Bir dənə bəy sualını versin, xanım Aha, da tamam. icazə versin. Salam mənim, axşamınız xeyir. Adım Elmirdir. Mənim sualım Buyurun. bundan ibarət olacaq ki, mən sentyabrdan bu vaxta qədər informatikadan bütün mövzuları bir dəfə oxumuşam və testlərini işləmişəm. Ancaq təkrar etmədiyim üçün hal-hazırda demək olar ki, bütün mövzularda müəyyən boşluqlar var da. İndi bu 16 gün ərzində necə formada təkrar etsəm imtahanda daha yaxşı nəticə əldə edə bilərəm də. Yəni ki, həm nəzəri hissədən oxumaq, həm də testləri çatdırmaq üçün deyirəm. Belə deyim Elmir, əgər sən bir dəfə tam başdan ayağa oxumusansa bütün mövzuları, az-çox yəni nəzəri hissəni bilirsən. Bundan sonra ən gözəl təkrar üsulu test işləmək və sən testdə biləcəksən ki, sənin harda zəifliyin var, oxusan belə, harda sənin güclü tərəflərin var. Yəni testləri işləyərkən bir dənə analiz eləyərsən, 2 sınaq işləyəndə 3 dənə. Analiz elə görsən hansı mövzudan səhvlər eləyirsən. Bu eyni mövzulardırmı, yoxsa bu fərqli mövzulardırmı? Sən belə deyim, sən əgər 2 mövzunun ikisində də texniki təminatı səhv yazmısansa, deməli sənin bu mövzuda boşluğun var. Onu doldurmaq lazımdır. Yox, sən əgər birində texniki təminat, birində say sistemi yazmısansa, deməli bu təsadüf də ola bilər də. O texniki təminatın bilmədiyin hissəni yaz bir kənara işlə. Yəni çünki mən sənə deyim ki, bütün kurs kitabları Dövlət İmtahan Mərkəzinin kitabına əsaslanır və hamısı oradan müəyyən hissələri kəsib götürürlər. Yəni bəzən o kəsilən hissədən belə Dövlət İmtahan Mərkəzi sual sala bilər. Ona görə çalış suallar üzərində öyrənəsən, yəni bu qısa müddət ərzində. 16 gün Mən ərzində. üzr istəyirəm. Sınaqlar deyəndə yəni ümumi sınaqlar işləməyi nəzərdə Ümumi tutulur sınaqlar, da. bəli. Ümumi O zaman sınaqlar. deyək ki, məsəl üçün birinci mövzunu təkrar elədim nəzəri cəhətdən. Mən istəyirdim ki, sırf həmin mövzuya aid testləri işləyim də. O zaman həmin mövzuya aid sırf testləri işləməyim də. Məsələn, təkrarladım, ümumi formada sınaq işləsəm yaxşı olar deyirsiniz. Ümumi formada sınaq işlə. Bayaq dediyim məsələ. Bax gör hansı mövzularda daha çətinlik çəkirsən, həmin mövzuların qayıt bir də mövzu sınağını işlə. Bax belə bir sənə yol deyə bilərəm. Hansı mövzuda çətinlik çəkirsənsə, qayıt onun təzədən bir dənə mövzu sınağını işlə, qoy o möhkəmlənsin. Say sistemində və ya ilkin anlayışlarda çətinliyin yoxdursa, onu gəlib təkrar işləmə də mövzu. Hansında daha çətinliyin varsa, həmin mövzunu qaytar, sınağını işlə. Bax belə bir şey deyə bilərəm. Aydındır, çox sağ olun, minnətdaram. Salam müəllim, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Bir sual vermək istəyirdim. Məntiqdə məsələn ötən illərin qəbullarında 26, 30, 32 arası belə yaza bilirəm suallardan. Bəli. İnformatikada məsələn 25 sualdan elə olur 18 gəlir, elə olur 21 gəlir. Bunları 16 gün ərzində qaldırmaq olar maksimuma? Olar qaldırmaq, niyə də olmasın? Yəni informatikadan 20 qeyd elədiniz də, düzdürmü? İnformatika və məntiq. Məntiqi belə deyim, 26, 32 yazırsınızsa, 38-ə, 37-yə qaldırmaq olar. İnşallah ki, daha çoxunu yığarsınız, yəni 40-dan çox yığarsınız. Sadəcə real hazırda nəticəsi deyirəm, 38, 37-yə. Yəni lap çox çalışsaq, imtahan da nisbətən daha asan səviyyədə düşsə, bəlkə 40 da olar. Amma belə deyim, day 45-dən falan danışmaq biraz belə deyim, həm real olmaz, həm də sizi aldatmış olaram da. Yəni 26-dan və ya 32-dən birbaşa 45-ə qaldırasınız. Bu çox inandırıcı deyil. İnşallah yenə deyirəm, toplayarsınız. İnformatikadan da bəli, qaldırmaq olar. 20-yə 21, əgər 18 yazırsınızsa, rahat bəlkə də 22-23-də yazacaqsınız imtahanda. Çox sağ olun müəllim. Siz sağ olun. Salam müəllim, sual verə bilərəm. Bəli, buyurun. Axşamınız xeyir bir daha. Müəllim, mənim bir neçə sualım var, sadəcə ümumiləşdirib vermək istəyirəm. Buyurun. Elə bil ki, mən son illərdə imtahana ən çox düşən 5 mövzu haqqında soruşacağam. Bir də ki, bizim yaralı yerimiz orada asan görünən amma ən çox səhv olunan suallar var idi. Bir də hansı mövzulara məsələn vaxt ayırmasaq, yəni vaxt xərcləməsək də olar da, yəni informatikada. Belə deyim, İsmail, bax bütün mövzulardan sual düşdüyü üçün yəqin ki,
bu iclasın əvvəlindən qoşulmusan. Burada bütün mövzulardan sual düşdüyü üçün mən sənə konkret olaraq deyə bilmərəm hansı mövzuları oxuma. Yəni çünki hamısından sual düşür. Amma belə deyim, kompüter şəbəkələri 2 sualdır və olduqca genişdir. Əgər müəllim, yox, bu çoxdur, mən bunu öyrənə bilmərəm deyirsənsə, məsələn, bu mövzunu öyrənmə. Yəni amma bil ki, 2 dənə sualın gedəcəkdə öyrənməsən. Yəni bu mövzunu deyə bilərəm. Qalan bütün mövzuları bu müddət ərzində sıfırdan da olsa öyrənə bilərsən. Amma kompüter şəbəkələri biraz geniş mövzudur deyə. Yəni əgər sən razısansa, yenə deyirəm, bunu oxumayıb digərlərinə daha çox vaxt sərf eləyə bilərsən. 2 qaldı məntiqdən, yəni məntiqdən də mətnin məntiqi təhlili 7, 8, 9 sual, analogiya 5-6 sual düşür. Ən çox düşən mövzular budur. Bildim, başa düşdüm. Müəllim, bəs elə bir ki, asan görünüb, amma tələbələrin ən çox səhv etdiyi suallar hansılardır informatikadan? Konkret olaraq belə bir şey sözün açığı mən deyə bilmərəm. Hansısa bir mövzu asandır. Asan olan mövzunun elə sualları da asandır. Ən çox qarışdırılan hissə elə bayaqdan yoldaşların verdiyi kimi Word-dür. Mənə görə Word, mən tələbə açısından, yəni tələbə gözü ilə də deyə bilərəm, Word asandır, amma onun tabları nisbətən tələbələr qarışdırır. Başqa hər hansısa bir mövzu mən bilmirəm ki, yəni çünki qalanları nəzəri olduğu üçün yazmaq olar. Yəni xüsusilə informatikadan sizə çaşdırıcı sual çox verməz. Ona görə belə bir şey eləməzlər. Başa düşdüm müəllim, çox sağ olun. Minnətdaram. Salam müəllim, sual verə bilərəm. Bəli, verə bilərəm. Mənim sualım həm məntiq, dəqiq olar. Bir nəfər versin sual. Sualım həm məntiq, həm də informatikadan yeni tipli sualların, yəni salına biləcəyi ehtimalı var və adətən salınsa neçə sual ola bilər hər hissəsindən və hansı mövzuları əhatə edə bilər? Belə deyim, məntiqdən yeni tipli sual salsalar, bu konkret olaraq heç biz də bilməyik. Çünki biz də bilməyəcəyik yeni tiplidir, yeni tipli deyil. Dövlət İmtahan Mərkəzi hər imtahanında bir neçə fərqli sual salır. Amma yenə deyirəm, siz orada onun təkrar düşdüyün və ya yeni olduğun fərqində olmayasınız. Çünki bu məntiqdir. Ürəkləri nə cür istəyir məntiqi sual sala bilərlər. Belə deyə bilərsiniz, müəllim, bəlkə Hitori deyilən bir oyun var. Məsələn, biz bilirik ki, magistra əsasən Sudoku ilə Futoshiki düşür. Hitori yeni bir tipli sualdır. Bunu sala bilərlər. Bu artıq özlərinə qalır. Yəni Dimin proqramında Hitori deyilən bir mövzu magistratura üzrə yox, ümumi cədvəl mövzusu var. Yəni informatikadan zaten yeni mövzular bəllidir. Oradan sual salsalar biz təəccüblənməyəcəyik. Onsuz da bilirik yeni mövzularımızı. Amma məntiqdən deyim ki, salsalar maksimum 2 sual. Maksimum 2 sual salarlar. Sırf yeni tipdə, heç yerdə olmayan 2 sual. Qalan hamısı mətndə, analogiyadır, hesab əməlidir. Həmişə bildiyiniz şeylər. Yəni, çox da yeni suallar, yeni tip suallar ki, bunu heç kim bilməsin, elə şey olmayacaq. Ola bilər sualın qoyuluşu fərqli olsun, amma onun bir məntiqi var. Məntiqi təfəkkürünüzdən onu tapmaq mümkün olacaq. Yaxşı, çox sağ olun. Siz sağ olun. Salam müəllim. Salam, buyurun. Mən bayaq sual vermək istirdim. Bildirmək istirdim ki, yəni bu informatikada qəbul imtahanında düşən suallarda nəzəri hissələr, riyazi hissələr nisbətən çoxdur. Yəni sual sayı nə qədər olur adətən nəzəri suallarda? Baxın, nəzəri suallar adətən 18-19 olur. Mən sizə riyazi düşən mövzular deyim. Say sistemi bir riyazi mövzudur. İlkin anlayışlardan bit-byte məsələlərindən düşə bilər 2. Exceldən bir sual düşür. Daha sonra Word-dən print məsələsində çox da riyazi məsələ deyil, print məsələsi. Ona görə daxil eləmək istəmirəm. Alqoritm düşə bilər 4. Şəbəkədən də bəzən informasiyanın ötürmə sürətinə kompüter qrafikası 5. Bəzən də yəni bir dənə də əlavə hansısa bir mövzudan tərtib edə bilərlər riyazi. Maksimum yəni 6 sual düşər. Maksimum deməli riyazi məsələ. Qalan suallar nəzəri suallardır. Oldu mənim, çox sağ olun. Sağ olun. Müəllim olar bir dənə də mən sual verim. Buyurun, buyurun. Axşamınız xeyir olsun. Müəllim, mən axırıncı bu 18 yanvar olan sınağı indi hardasa təxminən mən baxdım suallara, informatikaya da, məntiqə də. Məntiqdən hardasa içindən 28-29 sual, yəni mən bildiyim suallar idi. Çünki o sualların da əksəriyyəti fikir vermişəm, sınavda da, qəbulda da çoxu analogiyadır da, məntiqdən. 10 dənə hardasa analogiya, anaqram sualı düşür. Yəni 28-dən onu biraz da qaldırmaq yəni şansım var 16 gün ərzində indi. Yəni bir 32-yə 33. Var, əlbəttə var. Yetər ki çalışın siz.
Yəni siz hazırda belə Hə, deyək də, bəlkə 70-80 faizinizdəsiz. Daha çox çalışsanız əmin olun ki, nəticəniz olacaq. Yəni hə, mümkün deyil zəhmət çəkək, onun qarşılığını görməyək. elə düzdür. İnşallah nəticə olacaq. Bir E, dənə burada bi- yoldaşlar icazə buyurun. verirsə, bir sual var, Səməd bəyin sualı var. Qəşəng də sualdır, deyir, bir sualım var. Keçən gün müəllim 3 il öncə dərs videosuna baxırdım. Müəllim deyir ki, imtahana son deməli qala 21 saat çalışın, 3 saat yatsanız da olar. İndi isə deyir 7 saat yatmaq mütləqdir. Necə fikri dəyişdi? Yəqin ki, Səməd bəy mənim doktorantura imtahanımı deyir. Mən doktorantura imtahanıma 10 gün qalmış hazırlaşmışdım ingilis dilindən və oradan nəticə əldə eləmişdim. Orada 21 saat oxuyurdum. Məsələ budur ki, Səməd bəy, sizin hazırda mən bunu keçən dəfə canlı yayımda dedim, az yatsaz olar. Amma artıq sizin semestr imtahanlarınız bitib və mən o 10 gün hazırlaşanda heç bunu videoda məsələn qeyd eləməmişəm. İmtahana yay ayıydı və xəstələnib getdim. Yəni bir növ belə deyəyim, mən zəhməti çəkdim, amma onun qarşılığını almaya da bilərdim. Yəni ona görə o mən tövsiyə eləmirəm çox da. Yəni mənim rejimimə fiziki olaraq bəlkə də burada bir çox adam, yəni xanımlar onsuz da çatdıra bilər. 21 saat dərs oxuyub 3 saat yatmaq çox da tövsiyə elədiyim video deyil. Hə, bir halda ki, son çarənizdirsə əgər, o zaman hə, eləyə bilərsiniz. Amma yəni mən sizə deyim ki, magistr birinci imtahanda var, ikinci imtahanda var. Gündə 3 saat yatıb 21 saat oxuyun, sonra nəticə olmasa, gedin həvəsdən düşün. Mən bunu da sizə tövsiyə edə bilmərəm. Mənim bir şansım var idi. Hə, dediyim kimi, bəlkə də indiki ağlım olsa 7 saat yatardım. Ona görə mən onu elədim o vaxtı. Amma yenə deyirəm, mən bəlkə də 10 o şeyi eləyib bir nəticə göstərənlərdən biriyəm. Amma sizə çox da bunu tövsiyə eləmirəm. Çünki psixoloji olaraq çox düşmüş olacaqsınız. Hadi və mənim də şəraitim var idi, belə deyirəm. İndi bax burada qeyd edənlər var ki, evli olanlar var, işləyənlər var və s. və s. İkinci imtahanı deyəcəm. İkinci imtahanda deyəcəm ki, bəli, artıq şansınız yoxdur. 3 saat yatın, 21 saat oxuyun. Çünki ölüm ölümdür. Amma birinci imtahanda çox da özünüzü şey eləməyin. Çünki sonra deyəcəksiniz, müəllim 21 saat oxudum, ortalığa bir şey çıxmadı axı. Yəni ona görə hələ ki psixologiyamızı qoruyuruq, normal yatırıq və hazırlayırıq özümüzü. Müəllim, bir də mən bu akseslə bağlı bir sual verim, akses Buyurun. mövzusu ilə bağlı. Bu sizin bu 90 sınaq kitabınızda, yəni mən bu sınağı işləyirəm hal-hazırda da. Orada bu cədvəllər düşəndə müqayisə mövzusu var, and, or, and not. Bəli, bəli. Onun rahatlığına mən o mövzunu işləyirəm, amma nəzəri sual düşdüyü isə mən özümdən əminəm ki, 99%, yəni mən bir sual da düşsə, mən o sualı yenə də tək yazdım. Çünki niyə? Mən ofis proqramlarının kursuna getmişəm, amma akseslə bağlı, yəni praktik təcrübəm yoxdur mənim açığı, yəni. Onu necə aradan qaldıra bilərəm bu 16 gün ərzində? Yəni bir bal da əksinə belə götürəndə. Mən sizə belə deyim, siz Buyurun. aksesdən düşən sualları doğru yaza Bəli. bilərsiniz. Necə? Aksesdə formala, daha doğrusu aksesdə obyektlər var, bir də sahə tipləri var. Obyektlərlə sahə tiplərini öyrənirsiniz. Bu iki dənəsini öyrənin. Cəmisi 1 A4 o yüz bu yüz məlumat var akses aid ən əsas hissələri. Bunları öyrənin, geniş öyrənməyin. Çünki geniş öyrənsə zaten onun içərisində itib batacağıq. Obyektlər nə işə yarayır? Hansılardır? Sahə tipləri nələrdir? Hansılardır? Bir də aksesdə zaten dediniz ki, cədvəlləri də əldə edə bilirsiniz. Bunları öyrənin, gedin. Yəni sizi çox yormuram. Bunları öyrənin, gedin. Bir də görəsiniz ki, imtahanda deyir ki, sorğu nədir? Deyəsiniz, mən bunu oxumuşdum da. Sorğu müəyyən şərtləri ödəyənlərin seçilməsi üçün istifadə olunan obyekt tipidir. Bunları öyrənin. Heç olmasa ürəyimiz rahat olsun ki, asan düşsə yaza bilək. Bir dənə də sonuncu sualımı deyim sizə. Bu imtahan ərəfəsində rahat sualdan çətinə doğru getmək lazımdır. Yəni yoxsa ən birinci məntiqdən başlayıb növbətiyə keçmək lazımdır. Onsuz da birinci dinləmə gəlir. O imtahan başlayan vaxtı xarici dildən dinləmə gəlir. Yəni dinləmədən sonra informatikadan başlamaq məsləhətdir, yoxsa 50 sualı məntiqdən. Məntiq məncə, yəni fikrimdir bu. Məntiq daha çox vaxt apardığına görə məncə məntiq sualların axıra saxlasaq daha yaxşı olur. Yəni yenə deyirəm, bu hər bir tələbənin özünün artıq strategiyasıdır. Ona görə mən ümumi bir şablon deyirəm ki, mənə görə asandan çətinə getmək daha yaxşıdır. Bir çox tələbələrə bunu tövsiyə eləyirəm. Yəni belə asandan çətinə doğru getməyiniz daha yaxşı olar. Həm də beyniniz yavaş-yavaş zehninizə açılır. Tamam. Mən həqiqətən çox maraqlıdır suallarınız, hər kəsin. Bilirəm sualları olanlar da var, həqiqətən çox üzr istəyirəm ki, o suallara cavab verə bilmədim, amma sizə belə bir şey deyə bilərəm. Mənim zaten
hazırda qoşulduğunuz qrupda mənim əlaqə nömrəm var. Kiminsə yenə deyirəm, çox-çox önəmli sualları varsa ki, müəllim mən bu sualı verməsəm, bu suala cavab tapmasam, yəni mümkün deyil. Mənə ünvanlaya bilərsiniz. Mümkün olduğu qədər hər kəsə cavab yazmış olacağam. Elə yazanda da qeyd eləyərsiniz. Salam, mən Zoom-a qoşulmuşdum. Ad adınızı qeyd eləyərsiniz və sualınızı verərsiniz. Mən sizlərin hər birinə cavab vermiş olacağam. 22:00-da Magistrol Tədris Mərkəzində canlı yayım var. Əli müəllim canlıda olacaq, hər birinizi gözləyir. Həftənin 5-ci günü sabah böyük ehtimalla Kənan müəllimdir. 6-cı gündə mən sizlərlə canlı yayımda olacağam və bizi izləyə bilərsiniz. Hardan? Magistrol Tədris Mərkəzinin kanalından, həmçinin də mənim YouTube hesabımdan izləyə bilərsiniz və sosial şəbəkələrdə də bizi Magistrol Əmrah Əhməd yazsanız, Instagramda, TikTokda izləyə bilərsiniz. Qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırdınız. Çox maraqlı oldu. İnşallah davamlı formada Zoom görüşlərimiz olar. Danışmaq asandır, həmişə deyirəm, dinləmək daha çətindir. Yəni başdan sona qədər dinləyən hər bir kəsə təşəkkürlər. Hər birinizə imtahan da Müəllim, uğurlar. son dəfə bir sual verə bilərəm. Çox kritikdirsə buyurun verin. Kritik deyil əslində. O 16 zaman günə aha, ingilis dilimi necə inkişaf etdirə bilərəm? 16 günə ingilis dilini necə inkişaf etdirə bilərsiniz? Bu suala cavabı məncə siz Aytən müəllimə bir sosial şəbəkələrdən tapın, ona yazın, o cavab versin. Çünki 16 günə mən də heç bilmirəm ki, nətər ingilis dili hazırlaşa bilərsiniz. Tamam, çox sağ ol. Sağ olun. Sağ olun. Təşəkkürlər. Xoş sözləriniz üçün. Təşəkkür edirik müəllim. Çox sağ olun. Buyurun, siz sağ olun. Axşamınız xeyir. Bir dənə son sualımı verə bilərəm. Buyurun. Bayaqdan gözləyirəm hamını ona görə. Buyurun. Mən də son 3 ay hazırlaşmağa başlamışam, magistra qərar vermişəm. İnformatika və ingilis dili hardasa yaxşıdır. Lakin məndə məntiq, yəni bilmirəm özümə mi güvənmirəm, ya heç cür alınmır. Yəni həm boşluqlarım var, həm də ki görürəm ki bir misalın üstündə çox otururam və açığı çox narahatam. Yəni düşünürəm ki heç 15 dənə yaza bilmərəm bəlkə. Mən sizə ən birinci eləyəcəyiniz şey deyim. Düşüncəni 15 dənə yaza bilməyəcəm fikrini beyninizdən atın və suallar işləyin. Suallar işləyin çoxlu sayda. İzahlarına baxın sualların, işlədiyiniz sualların. Nəticə göstərəcək özün. Məsələ inanın ki, çox işləməkdədir. Çox işləsəniz nəticəni görəcəksiniz. Yəni sualı bir dənə bu Zoom bitəndən sonra özünüzə sual verin. Mən yetərli qədər test işləyirəmmi? Əgər hə deyəcəksinizsə, onda məsələ daha çox işləməkdəndir. Yox, yetəri qədər işləməmişəmsə, onda demək işləməkdə də problem. Çox sayda işləmək lazımdır. Yəni daha çox sınaq işləməliyəm. Daha çox sınaq işləməlisiniz, bəli, daha çox vaxt ayırmalısınız ki, dediyim o bayaqları sürücü məsələsi. Maşın nə qədər ilkin başlayan daha çox sürsə, bir o qədər sürətdə öyrəşir. Ona görə daha çox sınaq işləmək, daha çox sual işləmək lazımdır. Bunu 16 günə çatdırmaq, yəni real bir şeydir. Siz əlinizdən gələni eləyin. Əlinizdən gələni eləyin. Olmasa da deyəcəksiniz ki, zəhmət çəkdim, olmadı. İkinci imtahan var. Heç olmasa nəsə əldə eləmisinizsə, onun üzərinə qoyub ikincidə daha yaxşı olacaq. Yəni onsuz da belə deyim, heç nə eləməməklə əldə bir şey olmayacaq. Heç olmasa nəsə eləyin, olmasa da canım sağ olsun deyərsiniz. Bitər. Çox sağ olun. Mən 2-dən sual vermişdim, amma vaxtım bu sualı verim ki, yəni fikir özüm də yəni yenidən təqdim etməyə ehtiyac olmasın. Bir şey dəqiq bilmək istəyirəm təxmini. Mən 4 il bundan qabaq 51 bal yığmış tələbə kimi də bu illə 4 illə indiki mövcud vəziyyət arasında proqramda fərq varmı? Proqramda çox da ciddi dəyişikliklər yoxdur məntiqdə, ən azından informatikada bəzi şeylər dəyişib. İmtahana düşməklə bağlı, yəni yanaşma, imtahana yanaşma baxımından. Yəni o realı mən yaşamışam da o baxımdan. Hər iki cəhdini yaşamışam. 50-51 yığmışdım. Çətinlik səviyyəsi həmin vaxt necə idisə, indi də demək olar ki, eynidir. Təşəkkür edirəm. Bəlkə bir balaca son 2 ildə qəbullar daha çətin düşür. Bunu deyim sizə. Yəni baxım o mən narahat edirdim. Minnətdaram, çox sağ olun. Siz sağ olun. Buyurun. Salam Tamam, müəllim. müəllim sonra dalaşacaq məndən. Yəni desəm Bir sual verə bilərəm müəllim. Sonuncu sual alın, bundan da bağlayaq. Müəllim, Word-dən sizin 160 testinizi əzbərləmişəm hamısını. Bəli. Bir də tabları əzbər bilirəm. Yəni yetərli olar Word üçün. Əgər yaxşı bir formada öyrənmisinizsə yetərli olar. Yenə də baxın bizim kitabımızda Word-ün sualları da var. İmkan olsa bir də onu işləyin. Əlavə olsun. 90 sınaqdan. 90 sınavda da var, yəni bizim kursumuzun kitabında da Word ayrıca mövzu olaraq sınav sualları var. İşləsəz problem yoxdur. Əgər 160 sualı qurtarmısınızsa, inşallah yenə deyim canlı yayımda olacaq. Bir də orada təkrar eləyəcəyik. Yəni rahat olun. Word-dən inşallah vəziyyətimiz yaxşı olacaq. İnşallah. Çox sağ olun.
belə bir dənə Fidan xanım bayaqdan yazır. Bir dənə Fidan xanımın Məmmədova Fidan. Bəli, E, salam, müəllim, Buyurun necəsiz? Fidan xanım, son sualı sizdən alıram. Təşəkkürlər, siz necəsiniz? Sağ olun, yaxşıyam. Müəllim, mən nəzəriyyəni, bütöviyyəni oxuyuram da, heç bir problemim yoxdur infoda. Yəni 20 plus da yazıram da. Bəli. Sadəcə, yəni sırf yaza bilmədiyim bu məsələlər var, birinci fəsildə. Onlar da, yəni bunun üçün nə məsləhət verə bilərsiniz? Necə öyrənə bilərəm onları? Səhifə sətr bunlar. Bəli, bəli, olar. Bunları öyrənmək üçün bitdən bayta ölçü vahidlərindən bir-birinə keçidi bilirik yaxşı formada. Aha. Yaxşı formada bilirik dəqiq. Bəli, bəli. Dəqiq. 1024 bayt neçə kilobaytdır? Belə şifahi deyə bilmirəm. Ancaq Yaxşı yaz. öyrənməmişik. Yaxşı öyrənməmişik. 1024 bayt avtomatik 1 kilobayt deməkdir. Fidan xanım, deməli nə edirsiniz? Yazırsınız Əmrah Əhməd, ilkin anlayışlar ölçü vahidlərindən birindən digərinə keçir. Ya da mənim nömrəmə yazırsınız. Mən sizə o videoları atıram. Ölçü vahidlərini əzbərləyirik. Dediyim kimi sürətli formada. Ondan sonra görəsiniz ki, vəziyyətimiz düzəlir. Çox sağ olun müəllim. Siz sağ olun. Sağ olun. Hər birinizə təkrar təşəkkürlər. Yenidən görüşərik. Özünüzə yaxşı baxın. Əsas sağlamlığınıza fikir verin. Bunu da paylaşacağım YouTube-da rekord hissəsin. Kimlərə maraqlı gəlsə, burada olanlara yəqin ki, çox da maraqlı gəlməz. Qoşula bilməyənlər yəqin ki, buradan izləyərlər. Hər birinizə təşəkkürlər. Sağ olun.